Salam, sizler kanalımıza hoş gördük. Bugün 12 iyul 2026 yıl tarihinde birinci gruplara ikinci şans imtihanı keçirilmiştir. Həmin sualların, riyaziyyat suallarının izahına bakalım. Birinci sualımız belədir. Demek ki fx beraberdir 2 kökü altında x minus 2 funksiyası verilip töreməsinin 18'deki kıymetini soruşur. Əvvəlcə töreməsini tapan 2 kökün altında x minus 2'nin töremesi beraberdir. Kök altı f'in töreməsini tapmaq üçün f'in töreməsini bölmək lazım 2 kök altında f'e. 2'ni vuruq kimi çölə çıxarsaq bunun töreməsini tapaq. 2 vuraq x minus 2'nin töreməsini böləcək 2 kök altı x minus 2. X minus 2'nin törəməsi 1'dir. Belə funksiyanın törəməsi oldu. 1 belə kök altı x minus 2. Bunun törəməsini 18'deki qiymət eləyəcək 4'dədir. Doğru cavab oldu yebəndi. Demek px plus 1 çıxaq px beraberdir x kvadratı plus 2x minus 2 ifadəsi verilib. Topluda da belə bir sual var. P1 plus P4 2 ise P4 tapın. Əvvəlcə x gördüğümüz yere 1 yazaq. P2 çıxaq P1 beraberdir. 1 yazanda 1 plus 2 minus 2 səhv eləmirəmsə 1 eləyir. X'in yerine 2 yazanda P3 çıxaq P2 beraberdir. 2 yazanda 4 plus 4 8, 8'in 2 çıxanda 6 eləyir. X'in yerine 3 yazanda ise P4 çıxaq P3 beraberdir. 3 yazanda 9 plus 6 9 plus 6 15, 15'ten 2 çıxanda 13 edir. 3'ün qorat 9, 2, 3, 6, 15, 15'ten çıxın. Gəlin bunları tərəf-tərəfə toplayalım. Çünki P2'lər islah gedir, P3'lər də islah gedir. Qalır ki P4 çıxaq P1 beraberdir. 1, 6, 7, üstə də 13 gələndə 20 edir. Digər tərəfdən verib ki P4 ilə P1'in cəmi də 2'ye beraberdir. Bunlar da tərəf-tərəfə toplasaq P1'lər gelir. 2'den P4 beraber 22'den P4'ümüz 11 eləyir. Doğru cevabımız oldu A variantı. Növbəti misalımıza bakalım. Demek 2 dənə funksiya verilib. Fx beraberdir 4 kök altı 3 sinüs x minus kosinüs x. Bir de jx beraberdir sinüs 2x bırak kosinüs 2x funksiyaları verilib. Birinci funksiyanın en büyük kıymetle ikinci funksiyanın en küçük kıymetinin fərqini tapın. Tabii ki bu funksiyanın qiymətlər çoxu 4 sinüs x çıxaq kosinüs x kiçik beraberdir. Kökün altından 4 kök 3'ün kvadratı plus -1'in kvadratından böyük beraberdir. Həmin ifadənin əksindən 4 kök 3'ün kvadratı plus -1'in kvadratı. Belə bu funksiyanın ala biləcəyi en büyük qiymət gördüğünüz kimi 7'ye beraberdir. Jx funksiyası ise əvvəlcə sadələşdirək. 2 qat bucaq üstünə görə 2'də 1 sinüs 4x yaza bilərəm. Bu funksiyanın en küçük kıymeti sinüs 4x'in yerine en küçük -1 yazsa -2'də 1 eləyəcək. En büyük kıymetle en küçük kıymetin fərqini soruşur. 7 çıxaq -2'də 1'dən cavabımız 7,5 eləyəcək. Doğru cavabımız oldu B bəndi. 4 nömrəli misal. 1'den 3'e 2x minus 3x'in integralını soruşur. 2x integralı x kvadratı 3x'in de 3x'tir. 3'ün 2'de 3x'tir. 1'den 3'e. 9 çıxaq 6. 1 de yazanda 1 çıxaq 3. 3 çıxaq -2'den doğru cevabımız neçə eləyəcək? 5. Səhvimiz var. 2x integral x kvadratı 3'ün integral 3x. 1'den 3'e kadar. 3 yazında 9 çıxaq 9. 1 yazında 1 çıxaq 3. Cevabımız neçə eləyir? 2 eləyir. Doğru cevabımız oldu Y variantı. 5 nömrəli misal. 2 dənə arıcılıq verilib. A'nın beraber 2n plus 5. Bir de B'nin beraberdir. N kvadrat çıxaq n minus 5. Misal deyir ki müəyyən bir kalıncı həddi üçün AK BK'ya beraberdir. AK'mız 2K plus 5'tir. BK'mız da K kvadrat çıxaq K çıxaq 5'tir. Buradan sol tarafı sağ tarafa geçirsek K kvadrat çıxaq 3K minus 10 beraber 0 edir ki K beraber 5, K beraber -2. Tabii ki K nömrədir. Mənfi olamaz. K oldu 5. Aynı arıcığın ilk K əddinin cəmini tapın. Aynı arıcığı gördüğünüz kimi ədədi silsilədir. K'nı da 5 tapdığımıza göre ilk K əddinin cəmi, yani ilk 5 əddinin cəmi S5'i soruşur. S5'te ədədi silsilə olduğuna göre A1 plus A5 bölü 2 vur 5'tir. A1 plus A5 2A3'tür. Bölü 2 vur 5. 2'ler gelir kalır A3 vurak 5. O zaman A3 neye beraberdir? Ədədi silsilə. 2 vurak 3 plus 5'ten 11 eləyəcəkdir. Cevabımız 11 vurak 5'ten 55 eləyir. Doğru cevap oldu C variantı. 6 nömrəli misala bakalım. Demek silsilə verilib, daha doğrusu sistem verilib x minus y vurak x minus 2 beraber 0'a. X minus 2 y beraberdir -1. Halsinin 0'a beraber olma şart x minus y beraber 0'a. Diğer tarafın x minus 2 de beraber 0'a. Əvvəlcə x beraber x y üçün x y qiymətlərini tapaq. Təbii ki bunu aparaq ikinci tane de yerine koyaq. X'in yerine y yazanda
olur y'imiz 1. Tabii ki onda x'imiz de 1 olur. Onda cütümüz olur 1, 1. Buradan x beraber 2. Bunu da ikinci terimde yerine yazanda 2y beraber olur. Menfi 2y beraber menfi 3. Y olacak 3 bölü 2. İkinci cütümde 2, 3 bölü 2. Misal bize x, y hasılının küçük kıymetini sorur. Burada x, y hasılı 1 eləyir. Burada ise x, y hasılı 3 eləyir. Küçük kıymətdə neçə eləyir? 1 eləyir. Küçük kıymətdə 1 eləyir. Keçdik növbəti misalımıza. İti bucaq A beraber alfa olan düz bucaqlı ABC üç bucağın AB hipotenuzu BC katindən keçən müstəvi ilə beta bucağı əmələ gətirir. Maraqlı sual oxşuyur. Demək, biz müstəvimizi hardan keçəcəyik? BC katindən keçəcəyik. Əvvəlcə təbii ki, mütləq müstəvimizi çəkən uşaqlar. Bizim müstəvimiz olsun alfa müstəvimiz və alfa müstəvisi BC katetindən keçir. Alfa müstəvisi BC katetindən keçir. O zaman BC kateti müstəvinin üzərində yerləşdirirəm. Yerləşdirək BC kateti müstəvinin üzərində. Burası uşaqlar C olsun, burası B olsun, burası da A olsun. AB hipotenuz dediyinə görə onda mən C bucağına 90 dərəcə yazacağım uşaqlar. Misal deyir ki, demək BC katı AB hipotenuzu BC katından keçən müstəvi ilə beta bucağı əmələ gətirir. Demək AB hipotenuzu ilə alfa müstəvisi arasında bucaq betadır. Həmin bucağı göstərmək üçün təbii ki, uşaqlar düz xətlə müstəvi arasındakı bucaq düz xətlə onun müstəvi üzərindəki proyeksiyası arasındakı bucağa bərabərdir. O zaman əvvəlcə mən AB-nin alfa müstəvisinin proyeksiyasını qurmalıyam. Bunun üçün B nöqtəsi zaten müstəvinin üzərindəsə mən A nöqtəsinə müstəviyə perpendikulyar indirəcəm. İndirdim perpendikulyarı. Onun proyeksiyasını qururam. Sözü gedən beta bucağı bax buradakı beta bucağıdır. Burada 90 dərəcə. Misal nə deyir? AC kateti müstəvi əmələ gətirdi bucağı tapın. AC kateti müstəvi əmələ gətirdi bucağı soruşur. Bax bu bucağı alfa müstəvisi əmələ gətirdi bucağı soruşur. Alfa müstəvisi olmasını istəyirsiniz. Çünki burada alfa var. Teta müstəvisi olsun. Teta müstəvisi olsun. Müstəvimizi biz gəlin teta ilə işarə edək. AC katetinin müstəvi əmələ gətirdi bucağı tapın. Yenə mən AC kateti ilə onun müstəvi üzərindəki proyeksiyası arasında bucağı mən göstərməliyəm. Bunun üçün AC katetinin müstəvi üzərinin proyeksiyasını quraq. Bunun üçün AC katetinin C ucu zaten müstəvinin üzərindədir. A ucuna müstəviyə perpendikulyar indirmək lazımdır. O da indirildi və sözü gedən bucaq, axtardığımız bucaq da bax budur. Burada uşaqlar bir gamma bucağı yazaq və qıraqda yazaq sinüs gamma bərabər suala. Diqqətlə bax, həmin bucağın sinüsünü soruşur. Yeri gəlmişdi, məsələdə A bucağın bizə nə verib? A bucağın bizə alfa verib uşaqlar. Gəlin birinci addımız nədir? Çox qəşəng sualdır həqiqətən. Birinci addımız demək, üç bucaq, bura bir M hərfi yazsın. Üç bucaq A, M, B-də gəlin biz ayımı tapmağa çalışaq. Sinüs beta nəyə bərabərdir? Sinüs beta qarşı katet, yəni ayım bölək hipotenuz. Hipotenuzu AB-dir görürsünüz. Yeri gəlmişim, burada 90 dərəcədir. Buranı da yazaq. Ayım bölək AB. Buradan ayım nəyə bərabərdir uşaqlar? AB sinüs betaya. Bax, buranın uzunluğu oldu. AB sinüs beta. İndi uşaq sinüs gammaya baxaq. Üç bucaq ASB-yə baxalım. ASB üç bucağında. Kosinüs alfa nəyə bərabərdir? Kosinüs alfa. Bitçi kateti hipotenuza nisbət. Bitçi kateti. ASB üç bucağın bitçi kateti nədir? AC-dir. Hipotenuz nədir? AB-dir. Buradan AC-miz nəyə bərabərdir? AC-miz AB vuraq kosinüs alfa. Baxın, bu AC-miz oldu. Üstünə yazıram. AB vuraq nə? Kosinüs alfa. İndi gəlin fikrimizi yönəldəyim. Baxın, bu gördüyünüz üç bucağa. AMC üç bucağına. Bu da bir düz bucaqlı üç bucaqdır. AC katetinin müstəvi əmələ gətirdi bucağın sinüsünü soruşur. Yəni sinüs gamma nəyə bərabərdir? Qarşı katet bölü hipotenuz. Hipotenuz da 90 qabağındakı AC-dir görürsünüz. Ayımız AB sinüs betadır. AC-miz də gördüyünüz kimi AB kosinüs alfadır. İxtisar aparsam cavabımız nə olur? Sinüs beta bölək kosinüs alfa. Doğru cavabımız oldu. Cəbəndi. Mükəmməl sualdır. Nisbəti 25 bölü 16 olan 2 müsbətdir. A'mız oldu 25K, B'miz oldu 16K. Ədədi ortasının həndəsi ortasına nisbətini tapın. Ədədi orta A plus B bölü 2'dir. Həndəsi orta kök altı AB'dir. Ədədi ortamız uşaqlar 25K plus 16K bölü 2 eləyəcək. Həndəsi ortada bunların kökün altında. O da eləyir uşaqlar demək 25'in sonraki 41K bölü 2. Buradan 5, buradan 4K çıxır.
Belə K'lar da ixtisar getdikdən sonra müsbət dediyinə görə K müsbət ədəddir. 41 bölək 40 tapıram cavabı. Doğru cavabımız oldu A bəndi. 9 nömrəli misal. Modul 3A-2 plus 3A bərabər 2 vermiş. Burada modul 3A-2 bərabərdir 2 minus 3A. Gördünüz ki, modul əksi kimi açılıb. O zaman bu ədəd sıfıra mənfi ədəd olmalıdır. 3A-2 kiçik bərabərsin. A kiçik bərabərdir 3 2'dir. Bu bir. İkincisi uşaqlar modul 2B çıxaq 3 plus 3 bərabərdir 2B verib. Modul 2B minus 3 bərabərdir 2B minus 3. Gördünüz ki, modul özü kimi açılıb. O zaman modulun içərisi sıfıra müsbət olmalıdır. Yəni 2B minus 3 böyük bərabərsən, B böyük bərabərdir 3 bölü 2'dir. Demək A və B haqqında məlumatım var. 1 bölək A modul A minus B plus modul A minus 1 minus modul B minus 1 yazıram. Çünki 1 minus B, B minus 1 eyni ifadə edir. İstəyirsə 1 minus B yazaq hələ ki, original misaldır. İfadəni sadələşdirdim. Sürət qaldı yerində. 1 minus A uşaqlar. A uşaqlar 3'də 2'dən kiçik bərabər, B 2'də 3'dən böyük bərabər olduğuna görə A minus B fərqi mənfidir. A 3'də 2'dən kiçik olduğuna görə A ədədi 1'dən balacadır. Bu da mənfidir. B 2'də 3'dən böyük bərabərdir. 1'dən 2'də 3'dən böyük çıxanda bu da mənfidir. Demək, hər 3 modulu əksi kimi açacağım. Mənfi A plus B, mənfi A plus 1. Bunu da əksi kimi açında qabaqda da mənfi var. Yəni bunu elə özü kimi açmış sayılır. 1 minus A uşaqlar. B'lər islah gedir. Sürətdə məxrəcdə qalır 2 çıxaq 2A. 2'ni də möhtərizə xaricdən çıxarsam, ixtisar eləsəm cavabımız 0,5 eləyəcəkdir. Bu da çox gözəl sualdır. 10 nömrəli misal, düz xəttin uşaqlar qrafikini soruşur misal bizdən. Gördüyünüz kimi düz xətt absoxun müsbət istiqamətlə 135 dərəcə bucaq əmrə gətirir. O zaman K bərabər tangens 135, o da bərabər mənfi. Onda düz xəttin təlini Kx plus B-yə görə olacaq mənfi x plus B. Düz xətt üzərində bizə mənfi 2, 3 nöqtəsi verib görürsünüz. Həmin nöqtədən istifadə edək. Y-in yeri 3 yazacağım. X-in də yerinə mənfi 2 yazanda B-miz olacaq 1. Belə düz xəttin təlliyi mənfi x plus 1 imiş. Doğru cavab oldu B bəndi. Növbəti misalımız 11 nömrəli misal. Trapeziyanın diaqonalların orta nöqtələri arasındakı məsafə 2'dir. Trapeziyanın diaqonallarını çəkirəm. Diaqonalların orta nöqtələrini qeyd edirəm. Onlar arasında məsafə 2 verib. Təbii ki, o orta nöqtələri və həmin xətti sola və sağa uzatsam, o zaman üçbucaqların və trapeziyanın orta xətti alınacaq. Trapeziyanın kiçik oturacağını 12 veribsə, onda uşaqlar bu buna bərabərdir, bu da buna bərabərdir. Bu da orta nöqtədir. Bunlar da bir-birinə bərabərdir. O zaman bu gördüyünüz balaca xətt A, B, C üçbucağın orta xətti olur. Onda bura olur 6. Onda təbii ki, burası da 6 olacaq uşaqlar. Çünki A, BCD-nin də orta xətti 6 edir. Misal bizə trapeziyanın böyük oturacağını soruşur. Baxın, 2 üstü 6 gələndə 8 edir. Onda adimiz olacaq neçə? 16. Doğru cavab oldu Y bəndi. Sadə misal idi. Demək ki, 138, 92, 14 ədədində neçə minlik var? Minliklərin sayında 3 dənə sıfır olduğuna görə, onda ədədin sonundan 3 dənə sıfır rəqəmi atmaq lazımdır. 1189 dənə minlik var. Doğru cavabımız oldu B variantı. 12 nömrəli misal, düzbucaqlının uzunluğu n'nin 125%'dir. Biri x-sa, digəri x vıraq 125 bölək 100'dür. Ya da belə yazaq, şu kəsrlə işləməyək, y yazaq. Demək ki, uzunluğu n'nin 125%'dir. O zaman 25 x yaparsan 5 bölək 4 alınır. 4y bərabər 5x-sa, y'imiz 5k'dır, x'imiz da 4k'dır. Perimetri 36'dırsa, onda 4k'nın 5k'nın cəmi 18'e bərabərsə, k oldu 2 uşaqlar. K 2 ise bura olur 10, bura olur 8, sahəsini soruşur, doğru cavabımız olacaq 80, B variantı. 14 nömrəli misal uşaqlar. Demək ki, alfa bucağı 60 dərəcədir, beta bucağı da 60 dərəcədir. Təbii ki, onda burada 60 olacaq. Paralellik varsa daxili çarpı bucaqlardan onda bura olur 60. Burada daxili çarpı bucaqlar var, burası da olur 60. Yəni gördüyünüz ABC üçbucağı bərabər tərəfliymiş. O zaman tərəfə 31 verirsə, onda burada 31 olur, burada 31 olur. AB parçasının beta düz xətti üzərində, B düz xətti üzərində proyeksiyasını tapın. Demək, parçanın düz xətti üzərində proyeksiyasını tapmaq üçün parçanın uclarından düz xəttə perpendikulyarlar endirmək lazımdır. Endirdim perpendikulyarı, bura olur 30 dərəcə. Söz gedən baxın, proyeksiya burasıdır. 90 qabağı 31 ise 30'un qabağı eləyəcək 31'in yarısı 15,5. Doğru cavab oldu D variantı. 15 nömrəli misal. A çoxun elementlərinin sayını 3 vermiş, B çoxun elementlərinin sayını 6 vermiş və kəşmənin elementləri boş çoxuldan fərqlidir. Yəni kəşmədə ən az bir dənə də olsa element var. Birləşmə elementlərinin sayı nəyə bərabər idi? NA plus MB çıxaq kəşmə, NA ilə B-nin kəşməsi.
Burası 3'tür, burası 6'dır. Təbii ki, birləşmənin maksimum olmasını istəyir, görürsünüz. Maksimum olması da onda kəşfə minimum olmalıdır. Onda 1 götürürəm uşaqlar. Onda birləşmənin elementlərinin sayı ən çox olacaq 8 dənə. Misal bir birləşmənin ən çox nə qədər az çoxluğu ola bilər? 208, 256 dənə az çoxluğu ola bilər. Doğru cavabımız oldu uşaqlar. A variantı. 16 nömrəmiz düzbucaqlı üçbucaqdır. AB hipotenuzdur məsələdə deyir. D nöqtəsi AB hipotenuzun üzərindədir və AC bura AC-dir. AC uşaqlar biraz düzbucaqlı üçbucağımızı nöqtəli tərəfə çəkək. A-dır, C-dir, B-dir. D nöqtəsi hipotenuz üzərindədir. Misaldır AC CD-yə bərabərdir. AC CD-yə bərabər. Demək bu bərabər yanlıymış. AD-mizi 6 verib uşaqlar. ACD'nin də sahəsini 126 verib. Bərabər yanlış tutacaq olduğuna görə mən hipotenuzdan hündürü çəkirəm. O zaman mən həmin hündürü tapa bilərəm uşaqlar. Çünki o hündürlük bərabər yanlış üçbucağında hündürlük olur. S bərabər 2-də 1 A vura H üstünə görə. Sahəmiz 27-dir. 2-də 1 oturacağımız 6-dır. Hündürlüyümüzü tapaq. Hündürlüyümüz olacaq 9 uşaqlar. Burası oldu 9. Yer gelmişim bərabər yanlış üçbucaq olduğuna görə onda bura olur 3, bura olur 3. Bakın buranın hər ikisi oldu 3. Burada bir x yazsam uşaqlar. Düzbucaqlı üçbucaqda hipotenuza çəkilən hündürlük 9 oldu və hipotenuzu 3 və 3 plus x hissələrə bölüb görürsünüz. H bərabər kök atlamanın düsturunda tətbiq edə bilərəm. 9 bərabərdir. Kökün altına 3 vuraq 3 plus x. 81 bərabər 3 vuraq 3 plus x. Onda x 3 plus x'imiz bərabərdir 27'den x'imiz olacaq 24. Bakın burası oldu 24. Daha doğrusu x'imiz oldu 24. Onda burası olacak 27. Misal bize demek buranın 27 tapdı uşaqlar. ACD üçbucağın sahəsini istəyir. BCD üçbucağın sahəsini daha doğrusu. BCD üçbucağın da sahəsi oturacağı gördüğünüz kimi x'i 24 tapdığımıza göre onda bura oldu 27. Düz tapdığımda inşallah səhv eləmədim. Bircə saniyə 23 plus x'imiz bura 3'tür. Bura 3'tür. Burada x yazdım. Ben bana x lazımdır. X'imiz bircə saniyə səhv tapmışam. X'imiz elə 24 yazacağım. Okey. Bu üçbucağın uşaqlar oturacağı 24'tür. Ona çekilen hündürlüğü de 9'dur. Görürsünüz. O zaman sahemiz ne olacak? 24 bırak 9 bölü 2'den 108 eləyəcək. Doğru cevap oldu C variantı. 17 nömrəmiz al. Şəklimizi biraz böyüdəyin. Demek uşaq YB'miz 16 verip YB kəsəndir 16 verip YA'nın xarici hissəsi 8 verip toxunanın uzunluğunu soruşur. Təbii ki onda burada 8 qalır. Toxunanın kvadratı bərabər kəsənin özü vuraq onun xarici hissəsi. O zaman YS'nin kvadratı toxunan 16'dır. Xarici hissəsi də daha doğrusu kəsənin 16 xarici hissəsi 8'dir. Belə YS'imiz ne olacaq? 8 kök altı 2. Doğru cevap oldu B variantı. 18 nömrəmiz al. 24 bölək 5 minus x çıxaq n bölək x plus 2 bərabərdir 6 bölək 3 minus x. Təlin köklərindən biri 90 ədəd sadə vuruqlar. 90 ədəd uşaqlar sadə vuruqları hansılardır? 3'ün kvadratı 2 üstü 1 5 üstüdür. 90'ın sadə vuruqları 3, 2 və 5'dir və təlin köklərindən biri mütləq bu ədədlərdən biridir. Təbii ki, təlin kökü 5 ola bilməz. Bir də təlin kökü 3 ola bilməz. Bir də təlin kökü mənfi 2 ola bilməz. O zaman 3 sadə vuruğu təlinin kökü olan bilməz. 5 sadə vuruğu təlinin kökü olan bilməz. O zaman mütləq bu təlinin kökü x bərabər 2'dir. O zaman x'in yeri 2 yazdım. 24 bölü 3 minus n bölü x'in yeri 2 yazanda 4 eləyir. Bərabərdir 6 bölü x'in yeri 2 yazanda 1 edir. 8 minus n bölü 4 bərabər 6'dan n bölü 4 bərabər 2. N'imiz nəyə bərabər? 8'dir. Doğru cevabımız oldu. Səhv hesablama yaptımsa 8 n bölü 4 burada 2 yazanda 6. Bəli. Növbəti 19 nömrəmiz al. Düz xətlərin tənləri verilib. D1 düz xətti gördüyünüz kimi bu düz xəttir. Çünki bucaq əmsal müsbətdir. Absoq müsbət istiqamətlə iti bucaq əmlə gətirməlidir. Olursa düz xəttdə absoq müsbət kör bucaq əmlə gətirənə görə bu düz xəttir. Misal gördüyünüz bu üçbucağın sahəsini soruşur. Əvvəlcə uşaq biz A nöqtəsinin koordinatlarını tapaq. Y bərabərdir 2x plus 6 düz xəttində absoqla kəşfi nöqtəsini tapmaq üçün y-ə 0 versəm x'imiz olacaq mənfi 3. Baxın burası mənfi 3 imiş. Eyni qaydayla y bərabər mənfi x plus 12'də absoqla kəşfi nöqtəsini var. Yəni s'ni tapaq. O zaman y-ə 0 verəndə x'imiz olacaq 12. Burası da oldu 12. Gördüyünüz kimi ABC üçbucağın artıq AC oturacağın uzunluğu məlumdur. Nə qədərdir bu uzunluq?
15'e bərabərdir. AC bərabərdir 15'e. Qaldı uşaqlar biz hündürlüyünü də tapaq. Onun üçün B nöqtəsinin koordinatlarını tapaq. B nöqtəsi də kəşmə nöqtəsidir. Kəşmə nöqtəsini tapanda düz xətləri birbirine bərabərləşdirək. Mənfi 3x bərabər mənfi 6'dan x olacaq. X'imiz 2 ise y'imiz nəyə bərabərdir? Ya burada yerinə qoy, ya da burada ikisini də 10 edir. Təbii ki, B nöqtəsi oldu uşaqlar. 2, 10 nöqtəsi. Həmin nöqtənin ordinatı, yəni bax bu 10, ABC üçbucağın hündürlüyüdür. Çünki nöqtənin ordinatı nöqtədən absoluğuna qədər məsafəyə bərabər. O zaman üçbucağın sahəsi neçə eləyəcək? Oturacağı 15, hündürlüyü 10 bölü 2-dən səhv eləmədimsə 75 eləyəcəkdir. 20 nömrəli misal. Kosinus pi plus x bərabərdir sinus pi bölü 2 tənini həll edin. Çevirmə düsturuna görə uşaqlar 3-cü rübdə mənfidir. Kosinus ad dəyişmir, mənfi kosinus x bərabərdir. Sinüs pi bölü 2'nin qiyməti 1'dir. Kosinüs x bərabər mənfi 1'dən xüsusi halımız pi plus 2 pi k, k da daxil nəyə? Z-ə. Doğru cavabımız oldu B bəndi. X üstündə 1 plus loqaritm 2 əsasından x bərabər 4 tənini həll edin. Bu loqaritmləmə üsuldur. Hər iki tərəfi 2 əsasına görə loqaritmləyək. Loqaritm 2 əsasına görə, loqaritm 2 əsasına görə. 1 plus loqaritm 2 əsasından x vuraq loqaritm 2 əsasından x bərabər nə? 2. Loqaritm 2 əsasından x-a bir t desəm, 1 plus t vuraq t bərabər 2'ye. T kvadratı plus t minus 2 bərabər 0. T bərabərdir mənfi 2, t bərabər 1. Loqaritm 2 əsasından x bərabər mənfi 2'dən tənnin köklərindən biri 4'də 1'dir. Loqaritm 2 əsasından x bərabər 1'dən tənnin digər kökdə 2'dir. Kökləri hasılını soruşur. 4'də 1'dir. 2'ye vuranda 2'də 1 edir. Doğru cavab oldu Y bəndi. Limit misalı, limit x yaxınlaşır mənfi 1'e. 3-cü dərəcədən x plus 1 bölü x plus 1. Gördüyünüz kimi qeyri-müəyyən hal var. O zaman 3-cü dərəcədən x-ə mən bir t deyəcəm. O zaman x nəyə bərabər? T qurmaq. X mənfi 1'e yaxınlaşdığına görə elə x yenə mənfi 1'e t də mənfi 1'e yaxınlaşır. O zaman getdik. Limit x yaxınlaşır mənfi 1'i, t yaxınlaşır mənfi 1'ini əvəz edirəm. 3-cü dərəcədən x t'dir, t plus 1. X'in də yerinə t kubu yazıram, plus 1. X'larımızı aparsam uşaqlar, müxtəsərləmə üsuluna görə limit t yaxınlaşır mənfi 1'e. 1 bölü t kvadrat minus t plus 1. T'nin də yerinə mənfi 1 yazanda doğru cavabımız olacaq 3'də 1. 22 nömrəli misal, 23 nömrəli misal. Bütün tilləri 3 kökü olan düzgün tetraidin həcmini tapın deyir. Düzgün tetraiddir uşaqlar. Demek bütün tilləri 3 köküdür. A bərabər 3 kök altdakı. Düzgün tetraid özünün həcm düsturda var. V bərabər A kubu kök 2 bölək 12. V A'nın yeri 3 kök 2 yazıram. Kubu vuraq kök 2 bölək 12. 3'ün kubu 27'dir. Kök 2'nin kubu 2 kök 2'dir. Vuraq kök 2 bölək 12. O da bərabər 27 vuraq 4 bölü 12. Bu x'lar aparsam 3. Doğru cavabımız neçə eləyəcək? 9 eləyəcəkdir. 24 nömrəli misal, bərabər tərəfli 3 bucaqdan söhbət gedir. Demək, hər bir bucaq 60 dərəcədə o zaman. 60'ları yazaq burası şəkilə. Burası 60 dərəcə, burası 60 dərəcə, burası 60 dərəcə. Gördüyünüz kimi perpendikular, bura 90, onda bura olur 30. 90'ın var, onda bura qalır 60. Onda burada 60 olur və ADF-də bərabər tərəfli 3 bucaq olur. ADF-imiz 6, onda bura olur 6, bura olur 6. 30'un qabağı 5'də 90'ın qabağı olacaq 10. Onda böyük bərabər tərəf düşən tərəfin 16 tapdıq. Onda burası da 16'dır. BY nə qalacaq? 11. Misalda bizə BY-ni soruşur. Doğru cavabımız oldu 11. 25 nömrəli misal. Tələbənin fərqli 5 köynəyi var. Uşaqlar 5 dənə köynəyi var. O eyni köynəyi ardıcıl 2 gün geyinmir. Tələbə hər gün ancaq bir köynək geyinərsə 5 gün ərzində bu köynənin neçə fərqli üsulu var? Uşaqlar, bu birinci günümüz olsun, bu ikinci günümüz olsun, bu üçüncü günümüz olsun. Bu dördüncü günümüzdə, bu da 5-ci. Birinci gün uşaqlar 5 dənə köynəkdən hər hansı birini 5 üsulla geyinə bilər. İkinci gün uşaqlar geyinəcəyi köynək birinci gün geyindiyi köynək ola bilməz. Ona görə geriyə qalan 4 dənə köynəkdən hər hansı birini 4 üsulla geyinə bilər. Üçüncü gün uşaqlar artıq birinci gün geydiyi köynəyə geyinə bilər. Sadəcə ikinci gün geydiyi köynəyə geyinməz. Yəni üçüncü gündə 4 dənə köynək geyinə bilər. Dördüncü gün uşaqlar üçüncü gün geydiyi köynəyə geyinə bilməz. O zaman birinci və ikinci gün geydiyi köynəkləri geyinə bilər. Burada da 4 üsuldur və nəhayət bu da 4 üsul olacaq. O deyir hər gün ardıcıl eyni köynəyə geyinmir. Yəni ardıcıl eyni köynəyə geyinmir. O zaman vurma prinsipinə 5 vuraq 4 vuraq 4 vuraq 4. O deyir 20 vuraq 64. 20 də 64'e vuran 0, 8, 1280'dir cavabımız.
26 nömrəmizsəm x bərabər loqaritm 5 əsasından 3 plus 2 loqaritm 5 əsasından 4'tür. Loqaritm 5 əsasından 3 plus loqaritm 5 əsasına görə 16, o da loqaritm 5 əsasına görə 48. A bərabər 5 üssü x-dir, o da 5 üssündə loqaritm 5 əsasına 48'dən a-mız eləyəcək 48. Doğru cavab oldu 48. 27 nömrəmizsəm x kvadratı çıxı ax plus 9 böyük 0. Misalda a bərabər 6'dan söhbət gedir. A bərabər 6 olanda hansı bərabərsiz yanır? X-in kvadratı çıxır 6x plus 9 böyük 0. Bu x-in üçün kvadrat böyük 0. Gördüyünüz kimi bu həmişə doğrudur, bir dənə 3'dən başqa. A 6 olanda həlli mənfi sonsuzluq 3, 3 müsbət sonsuz. 1'ə gedir uşaqlar, hal-hazırda B bəndi. Keçirəm ikinciyə uşaqlar. X kvadratı çıxı ax plus 9 kiçik bərabərsiz. A 6 olanda görə hansı alınır? X kvadratı çıxı 6x plus 9 kiçik bərabərsiz. Bu x-in 3'ün kvadratı kiçik bərabərsiz. Bu həmişə doğru deyil, yalnız 3'də doğrudur. Demək, A 6 olanda həlli yalnız 3'dür. Buna gedəcək uşaqlar A bəndi. Bu getdi. Üçüncüyə baxalım. A bərabər 6 olanda nə alınır? X kvadratı çıxı 6x plus 9 kiçik 0 alınır. Bu uşaqlar x-in 3'ün kvadratdır, kiçik 0. Gördüyünüz kimi uşaq bu boş çoxludur. A6 olanda həlli yoxdur. Buna gedir C bəndi uşaqlar. Bir də uşaqlar Y bəndi A6 olanda bu heç birinə getmir. Çünki A6 olanda hər birini araşdırdıq, həlləri nədir? Bir də D bəndinə baxalım uşaqlar. D bəndinə baxsam, D bəndinə baxsam, A mənfi 6-ın 6 olduqda həlli mənfi sonsuzluq müsbət sonsuzluqdur. Yəni mənfi 6-ın 6 arasında nə qoyursan müsbət qiymət alır. Baxın uşaq birincisində kvadrat cəhəti müsbət olmaq üçün diskriminantı sıfırdan kiçik idi uşaq yadınızdasə. O zaman a kvadratı çıxaq 36 kiçik sıfırdan a daxildir mənfi 6 6. Çünki a-sı müsbətdir, yəni baş əmsal. Diskriminantı mənfi olmalıdır ki, o müsbət olsun. A daxil mənfi 6 6 olanda həmişə doğrudur. Həmişə doğrudur. A-nın yerinə mənfi 6-nın 6-nın arasında nə qoyursan qoy, həmişə doğru olacaq. Demək uşaq buna D bəndə gedir. Demək, 1'ə gedir BD, 2'ə gedir A, 3'ə də gedir C. D bəndinin başqa birinə getməsi ehtimalı yoxdur. Kvadrat cəhətinin mənfi olması üçün A-sı mənfi olmalıdır, D-si mənfi olmalıdır. Yəni D bəndi 3'ə getmə ehtimalı ola bilər, amma A-sı mənfi deyil, bunun baş əmsalı. O D bəndi uşaqlar 1'ə gedir. Keçdik 28 nömrəyə misala. Nədir misalda? Hündürlüyü 8'dir. Hündürlüyü 8 hündürlüyü 8 qırmızı ilə yazaq. Oturacağın radisi isə 3 olan, silindir formalı taxta tirdən oturacağın silindirin oturacağı eyni, hündürlüyü isə hündürün yarısına bərabər konus ovulub çıxarılmışdır. Demək, hündürlüyü də hündürün yarısına bərabər konus ovulub çıxarılıb uşaqlar. Konusun çıxarılmasından sonra alınan cismin səthinin sahəsini tapın. Alınan cisim təbii ki, içərisi boş olan, görüm onu canlandıra biləcəkmi burada uşaqlar? Alınan cisim içərisi boş olan belə bir hissədir uşaqlar. Belə bir hissədir. Bu cismin uşaqlar səthinin sahəsini istəyir. Çıxarılmasından sonra alınan cismin səthinin sahəsi. Alınan cismin səthində uşaqlar mütləq şəkildə gördüyünüz kimi, demək, silindirin yan səthinin sahəsi var, yəni 2πr(h) plus silindirin üst oturacağın sahəsi var. Pi kvadratı plus bir dənə də uşaqlar baxın bu konusu çıxartdılar oradan. Düz aşağı oturacaq artıq olmayacaq. Aşağı oturacaq. Mən bunu qırıq-qırıq çəkirəm. Aşağı oturacaq yoxdur. Amma konusun yan səthi orada bir səth əmələ gətirir. Əslində konus çıxarıldı, amma orada bir səth əmələ gəldi. Baxın buralıqda bir səth əmələ gəldi. Gözünüzü bağlayın, sadəcə bunu canlandırın. Bir dənə də plus PRL. Yəni konusu çıxartdılar, amma konusun çıxarılmasında o taxta orada bir oval konusun yan səthinə bərabər bir səth yaranır. Ona görə əmələ gələn cisim səthinin sahəsi budur. Pi vıraq radisi 3'dür. Hündürlüyü 8'dir silindirin. Pi vıraq 3'ün kvadratı. Bir də yeri gəlmişin konusunun doğranı 5'dir uşaqlar. Oturacağın radisi 3'dür. Pi vıraq 3 vıraq 5 uşaqlar. Belə cavabımız nə olur? 48 pi plus 9 pi plus 15 pi. 48 pi 9 pi edir 57 pi. 57 pi minus 15 pi gələndə hesablama səhvim yoxdursa cavabımız olacaq 72 pi. Doğru cavab oldu uşaqlar 72 pi. Baxaq hesablamamıza. 2 pi vıraq 3 vıraq 8, pi vıraq 3'ün kvadratı, pi vıraq 3 vıraq 5. 48 pi, 9 pi, 15 pi. 24 pi,
48 ilə toplanır 72 bin. 29 nömrəyə misal uşaqlar. A plus B üssü M binomun açılışında binom əmsallarından ikisi təsadüfən seçilir. Bilirsiniz ki, uşaqlar binomun açılışında hədlərdən dərəcədən bir vahid çox həd var. Və o hədlərin binomi əmsallar bunlardır. Komizyon n-dən 0, n-dən 1, n-dən 2 və nə uşaqlar n-dən n. Və burada nə qədər həd var? N plus 1 sayda həd var. Əmsal var, binomial əmsal var. Misal bunlardan təsadüfən ikisi seçilir. Məxrəc yazacağım komizyon n plus 1-dən 2 ehtimaldır və o ehtimalı bizə 0,4 verib yeri gəlmişkən. Seçilmiş hər iki binomial əmsalının vahiddən fərqli olması hasilində ehtimalı 0,4-dür. Uşaqlar, gördüyünüz kimi binomial əmsallarda həm birincisi, həm də sonuncusu həmişə vahidə bərabər olur. Komizyon n-dən 0, 1-dir, komizyon n-dən. Demək uşaqlar, geriyə qalanlar isə, baxın, artıq n plus 1 dənə binomial əmsal var. Onlardan 2 dənəsi vahidə bərabərsə, onda n plus 1 çıxar ki, n minus 1 dənəsi vahidə bərabər deyil. Mənə binomial əmsallardan ikisi lazımdır. İkisi də vahiddən fərqli olanlar. Onlar n minus 1 dənədir, onlardan mən ikisini seçməliyim. Və bu ehtimalı hesablayacağım uşaqlar. Yəni, hesablayaq o ehtimalı. Komizyon n minus 1-dən 2 belə komizyon n plus 1-dən 2 bərabər nəyə? Onda 4. Bu niyə belə yazır? Açaq uşaqlar n-1 vuraq n-2 bir vayda uzatdım. Bölək 1 vuraq 2. Məxrəcdə də uşaqlar n+1 vuraq 1 vayda uzatdım n bölək 1 vuraq 2 bərabərdir 5-də 2. İndi ixtisarımızı aparaq 1 bölək 2-lər gedir. Sürətdə alınır n kvadratı minus 3n plus 2 məxrəcdə alınır n kvadratı plus n bərabərdir 5-də 2. 5n kvadratı niyə belə yazır? 5n kvadratı minus 15n plus 10 bərabərdir. Bu plus işarəsi bərabərdir 2n kvadratı plus 2n. İslahımı aparsam 3n kvadratı minus 17n plus 10 bərabərdir 0. Ümid edirəm ki, bu kvadrat tərinin kökü var. Diskriminant bərabərdir. N tam əldə olmalıdır. 289 minus 4 dəfə 3 12. 12 numaralı 120. O deyilir 169. N1 bərabərdir. 17 plus 169-dan uşaqlar 13 çıxır. 13. Böləcəm 6-ya. Eləyəcək 5. N2 də bərabərdir uşaqlar. Neçə eləyir? 17-dən 13 çıxanda 3-də 2 eləyir uşaqlar. Təbii ki, bu kənar köydür. Çünki n dərəcə mənfi ola bilməz. Nə soruşur misal bizdən? Misal bizdən n tapın deyir. Cavabımız nə olur uşaqlar? Çox qəşəng sualdır. N-miz oldu 5. Mükəmməl sualdır. 30 nömrəyə misal uşaqlar. Nə qədər düz bucaqlı üç bucaq düşüb? Demək, S bucağı 90 dərəcədir. Bura A-dır, burada B-dir uşaqlar. S-də hipotenuza çəkilən hündürlükdür. Bilirsiniz ki, bu zaman hipotenuza proyeksiya əmrinə gəlir. Bu da hündürlüyümüz h olsun. Və uşaqlar, misaldır ACD üçbucağının sahəsinin BCD üçbucağının sahəsinə nisbəti AC'nin kvadratı BC'nin kvadratı olduğunu isbat elindir. İsbat eləyək uşaqlar. Biz bilirik ki, katetin kvadratı bərabərdir. Düzbucaqlı üçlü hipotenuza hündürlük çəkəndə katetin kvadratı bərabərdir. Öz proyeksiyası vuraq hipotenuzun uzunluğu. Hətta belə də yazılır. A kvadrat bərabər M vuraq C. Digər katetin kvadratı bərabərdir. Öz proyeksiyası, yəni N vuraq hipotenuzun uzunluğu M plus N. Və bunları biz tərəf-tərəfə bölsək, AC-nin kvadratı bölək BC-nin kvadratı nəyə bərabər olacaq? M bölək N. Bu 1. Digər tərəfdən uşaqlar, ACD üçbucağının sahəsini biz bölməliyik BCD üçbucağının sahəsi. ACD üçbucağının sahəsi katetləri hasilinin yarısıdır. Yəni M vuraq H bölək 2-dir. BCD üçbucağının sahəsi də katetləri hasilinin yarısıdır. Yəni H vuraq M bölək 2. Şu an ixtisarlarımızda aparaq H-lar gedir ixtisar, 2-lər də gedir. Qalır M bölək N. M bölək N də gördüyünüz kimi
AC-nin kvadratı bölək BC-nin kvadratı. Mən bunları isbat etməyə ehtiyac yoxdur, çünki orta məktəb 8-ci sinif dərsində bunların özü isbat şəklində, düstur şəklində verilib. Məncə bunları elə belə də qəbul eləyəcəklər. Yoxsa isbat etmək üçün oxşarlıqdan onu isbat etməlisən. Böyük üçbucaqla ACB üçbucağının ACD üçbucağın isbatının oxşarlığına bunu isbat eləyəcəksən. Sonra da böyük üçbucaqla CDB-nin oxşarlığından da BC-nin kvadratı bərabər M vuraq M plus N-i isbat etmək. Amma bunlar orta məktəb dərsində verilib elə düstur şəklində. Ona isbat etməyə ehtiyac yoxdur. Belə, uğurlar olsun. Sağ olun.